Salam, saçınızı darayarkən daraqda çoxlu saç görürsünüz. Duşdan sonra saç axıntısı sizi narahat edir, yoxsa güzgüyə baxanda saçlarınızın əvvəlki kimi sıx olmadığını hiss edirsiniz? Əgər bunlardan biri sizə tanışdırsa, bu videonun sonuna qədər izləyin. Çünki saç tökülməsi təkcə estetik problem deyil. Bəzən orqanizmdə baş verən dəyişikliklərin ilk əlamətlərindən biri də məhz saç tökülməsi ola bilər. Ən vacib məsələ isə budur ki, hər saç tökülməsi eyni səbəbdən yaranmır. Buna görə də hər kəs üçün eyni şampun, eyni vitamin və eyni müalicə üsulu uyğun deyil. Gəlin saç tökülməsinin ən çox rast gəlinən səbəblərinə birlikdə baxaq. Birinci səbəb genetik saç tökülməsi. Ən geniş yayılmış səbəblərdən biri genetik meyillilikdir. Bu tip saç tökülməsi həm kişilərdə, həm də qadınlarda rast gəlinə bilər. Kişilərdə adətən alın hissəsində geriləmə, təpə nahiyəsində seyrəlmə ilə başlayır. Qadınlarda isə daha çox saçın ümumi sıxlığının azalması müşahidə olunur. Genetik saç tökülməsi erkən mərhələlərdə aşkar edilərsə, onun sürətini azaltmaq və mövcud saçları qorumaq mümkündür. İkinci səbəb stres. Son aylarda güclü stres keçirmisiniz? Əməliyyat, ağır xəstəlik, doğuş və ciddi emosional gərginlikdən təxminən 2-3 ay sonra saç tökülməsi arta bilər. Bu vəziyyət insanları qorxutsa da bir çox hallarda müvəqqəti olur. Lakin səbəbi müəyyən edilmədən yalnız vitamin qəbul etmək düzgün yanaşma deyil. Üçüncü səbəb vitamin və mineral çatışmazlığı. Dəmir, ferritin, D vitamini, B12 vitamini və sink kimi maddələrin çatışmazlığı saç tökülməsinə səbəb ola bilər. Ancaq burada vacib bir məqam var. Bir çox insan analiz vermədən müxtəlif vitaminlər qəbul edir. Bu isə həm faydasız ola, həm də bəzi hallarda orqanizm üçün zərərli nəticələr yarada bilər. Vitaminlər yalnız ehtiyac olduqda və həkim tövsiyəsi ilə qəbul edilməlidir. Dördüncü səbəb hormonal dəyişikliklər. Qalxına bənzər vəzin xəstəlikləri, hormonal balansın pozulması və ya qadınlarda polikistik yumurtalıq sindromu saç tökülməsinə səbəb ola bilər. Belə hallarda sadəcə kosmetik məhsullardan istifadə etmək problemi həll etmir. Əsas səbəb tapılmalı və müalicə edilməlidir. Beşinci səbəb saç dərisinin xəstəlikləri. Seborik dermatit, göbələk infeksiyaları, psoriaz və digər dəri xəstəlikləri də saç tökülməsinə səbəb ola bilər. Əgər saç dərinizdə qaşınma, qızartı, qabıqlanma və ya kəpiklənmə varsa, bunu adi problem hesab etməyin. Bu əlamətlər dermatoloji xəstəliklərin göstəricisi ola bilər. İnsanlar etdiyi ən böyük səhvlər. Ən çox rast gəlinən səhvlərdən biri reklam olunan mücizəvi şampunlara inanmaqdır. Heç bir şampun genetik saç tökülməsini tam dayandıra bilməz. Digər səhv isə internetdə gördüyü hər yağı saçda çəkməkdir. Rozmarin yağı, genə gerçək yağ və digər təbii məhsullar bəzi insanlarda faydalı ola bilər, amma hər saç tökülməsinə təsir göstərmir. Üstəlik yanlış istifadə saç dərisini qıcıqlandıra bilər, bir başqa səhv isə problemi aylarla görməzlikdən gəlməkdir. Saç folikulları uzun müddət zədələndikdə onların bərpası daha çətin olur. Saç tökülməsi necə müalicə olunur? Müalicə saç tökülməsinin səbəbindən asılıdır. Dermatoloq əvvəlcə saç və saç dərisini müayinə edir, lazım gəldikdə analizlər təyin edir və yalnız bundan sonra fərdi müalicə planı hazırlayır. Bu plan xüsusi losyonlar, dərman preparatları, PRP, mezoterapiya və digər müasir dermatoloji üsulları əhatə edə bilər. Hansı müalicənin sizin üçün uyğun olduğuna yalnız müayinədən sonra qərar vermək mümkündür. Nə zaman dermatoloqa müraciət etmək lazımdır? Əgər saç tökülməsi bir neçə həftədən çox davam edirsə, əgər saçınız əvvəlkindən nəzərə çarpacaq dərəcədə seyrəlibsə, əgər baş dərinizdə boş sahələr yaranmağa başlayıbsa, əgər qaşınma, qabıqlanma və ya ağrı hiss edirsinizsə, artıq vaxt itirmədən dermatoloqa müraciət etməlisiniz. Çünki erkən diaqnoz qoyulduqda bir çox saç tökülməsi növünü nəzarət altına almaq mümkündür. Yekun. Saç tökülməsi normaldır, amma həddindən artıq saç tökülməsi normal deyil. Problemi sadəcə şampun dəyişməklə həll etməyə çalışmaq əvəzinə ilk növbədə onun səbəbini öyrənmək lazımdır. Unutmayın ki, internetdə gördüyünüz məsləhətlər hər kəs üçün uyğun olmaya bilər. Hər insanın saç tökülməsinin səbəbi və müalicəsi fərqlidir. Əgər saç tökülməsi sizi narahat edirsə, bunu gecikdirməyin. Dəqiq diaqnoz, düzgün analizlər və sizə uyğun fərdi müalicə planı üçün dermatoloqa müraciət etməyiniz vacibdir. Erkən başlayan müalicə saçların qorunması və ya gələcəkdə daha ciddi problemlərin qarşısını alması baxımından böyük əhəmiyyət daşıyır. Əgər bu video faydalı oldusa, bəyənməyi, kanalımıza abunə olmağı və bu məlumatları saç tökülməsindən əziyyət çəkən yaxınlarınızla paylaşmağı unutmayın. Növbəti videolarda yenidən görüşənədək sağlam olun.